Şamaxıda qətl hadisəsi baş verib. Məlumata görə hadisə gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb. Hazırda biz Şamaxıdayıq. Qeyd etmək istədiyimiz axşam 1 saatlarında bu həyətdə burada hadisə baş verib ki, hadisə nəticəsində kürəkən öz qaynatasına bıçaqla ağır bədən xəsarəti yetirib. Ağır bədən xəsarətləri nəticəsində qaynata xəstəxanada, mərkəzi xəstəxanada dünyasını dəyişibdir. Bəs bu həyətdə yas verilir. Onu da qeyd edim ki, əvvəllər də bu həyətdə ailə məişət münaqişələrində müəyyən davalar olubdur və dəfələrlə kürəkən qaynatasını və ailə üzvlərini hədələyib. Uşaq 6 ildə 6 gün görüb. Oğlanla hər dəfə döyüb, söyüb, döyüb, söyüb. Axırıncı dəfədə bu uşağın dişi ağrıyır, aparmayıblar. Atası deyib ki, gəldi uşağım da, ham ata da anadır. Aparım mən həkimə. Həkimə də gedəndə bir dəfə ilə diş çıxartmırlar. Deyib müalicə olunmalıdır. Gedib gəlməsində hardasa 3 gün, 4 gün gedib gəlməlisən. Onun üstündə bir qırğını salıb ki, niyə atıva qoşulub sən həkimə getmirsən? Gəlir, bəri gəlir, qışqırıq elədik hamımız. Gördüm qanın içindədir. Dedi, ələ gəldi, qollarımın üstündə belə başımı qoydu. Dedi, mən nə oldu? Faktla bağlı araşdırma aparılır. İlham Əhmədov, Talih İbrahimov, Layiq Qələndərli, APA TV, Şamaxı.